Şahmat tarixində ən çox mükafat qazanan qrossmeysterlərin siyahısı açıqlanıb. Yenavaz.com xəbər verir ki, siyahını chess.com portalı tərtib edib. Siyahıda mükafat fondu 10.000 dollardan çox olan yarışlar nəzərə alınıb. Siyahıya azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da daxil olub. Belə ki, Şəhriyar Məmmədyarov 21-ci sırada, Teymur Rəcəbov isə 28-ci sırada qərarlaşıb. Şəhriyar Məmmədyarov ümumilikdə 1.781.988 dollar, 2025-ci ildə isə 38.639 dollar qazanıb. Teymur Rəcəbovun qazancı isə ümumilikdə 1.117.290 dollar, 2025-ci ildə 6.275 dollar olub. Siyahıda ilk yeri Norveçli Magnus Carlsen tutub. O, ümumilikdə 12.232.249 dollar, 2025-ci ildə isə 1.455.276 dollar qazanıb. İlk üçlüyə həmçinin qrossmeysterlər Vishwanathan Anand və Garri Kasparov daxil olub.